Tələskən insan bu üç məqamı qaçırdır. Fokus və analitik düşünmə. Tələskən insan beynini daim tez qərar ver, növbəti işə keç rejimində saxlayır. Nəticədə isə səthi fokus artır. Ancaq analitik və yaradıcı düşünmə isə azalır. Bunun nəticəsində insanın səhvləri artır, kreativ düşüncələr azalır. İkinci, anı yaşamaqda çətinlik, məncə bu çox önəmlidir. Tələskən insanlar fiziki olaraq söhbət əsnasında olsalar da, fikirlərində, beyinlərində başqa bir yerdə olurlar. Növbəti işlərində, qərarlarında və s. Və nəticədə münasibətdə empatiya azalır və aktiv dinləmə qabiliyyəti də azalır. Bərpa və psixi sağlamlıq. Xroniki stres tələskən həyatın birbaşa nəticəsidir. Çünki bədən və beyin fasiləsiz təhlükə rejimində qalır. Araşdırmalara əsasən bu davamlı olarsa, insanda yuxu problemləri, diqqət dağınıqlığı, emosional tükənmə yarada bilər. Daxili dünyanızdan müğayət olun.